9 ya 10 yaşı var idi. Qumdan bir dəstə İmam Kazımı görmək üçün gəlmişdilər. Xumslarını həzrətə çatdırıb, şər'i suallarını soruşmaq istəyirdilər. İmam səfərdə idi. Xanım Məsumə qapıda dayanmışdı. Dedi, atamla nə işiniz var? Dedilər, xums gətirmişik və həzrətdən soruşulacaq çoxlu suallarımız da var. Xanım dedi, suallarını yazıb verin mənə. Sualları alıb evə girdi. Biraz keçdi çıxdı çölə. Dedi, buyurun, bu da sizin suallarınızın cavabları. Gördülər, bütün suallara cavab verilib. Qayıtmaq istəyəndə yolda İmam Kazım əleyhissalamı gördülər. Dedilər, ağa, evinizə getdik. Qızınız gəlib sualları aldı. Cavab yazaraq bizə təhvil verdi. Həzrət buyurdu, sualları və yazılan cavabları mənə verin. Suallara və yazılan cavablara baxdı. 3 dəfə dedi, fədaha əbuha, atası ona qurban. Bütün cavablar doğrudur. Həmin sözü dedi ki, Peyğəmbər salavatullah onu qızına demişdi.